Xonça, adət-ənənənin dadla qovuşduğu, şirinliyin sənətə çevrildiyi fabrik. Burada hazırlanan hər tort, hər şirniyyat öz hekayəsini danışır. Zərif əllərdə formalaşır, sevgi ilə bişirilir və peşəkarlıqla təqdim olunur. Bu dəfə də sizi Xonçanın sevilən məhsullarını hazırlayan ustalardan biri ilə tanış edəcəyik. Onlardan biri. Mən Aytən Heybətova, 39 yaşım, 2 övladım var. Aytən xanım, bəs siz bu şirniyyat dünyasında hansı peşəni təmsil edirsiniz? Mən burada tort dekorçusu kimi çalışıram. İşim tortları zövqlə və yaradıcı şəkildə bəzəyərək Xonça müştərilərinə təqdim etməkdir. Hər tortun üzərində işləyərkən alıcının istəyini nəzərə alır və ona xüsusi görünüş verməyə çalışıram. Aytən xanım, zəhmətkeş əllərinizlə formalaşan bu şirin sənətin arxasında hansı hekayə dayanır? Xonçada işə necə başladınız? Əvvəllər bağça müəlliməsi kimi çalışmışam, amma şirniyyat hazırlamağa həmişə böyük həvəsim olub. Bu istək məni Xonça fabrikinə gətirdi və burada təcrübəçi kimi başladığım işdə artıq 3 ildir ki, fəaliyyət göstərirəm. Hər tortun arxasında onu hazırlayan insanın əməyindən başqa bir qədər də ruhu dayanır. Siz özünüzdən bu işə ən çox nəyi qatırsınız? Hər bir tortun kimisə sevincinə, xüsusi gününə şahid olacağını bildiyim üçün ona böyük məsuliyyətlə yanaşıram. Vaxtilə uşaqlara bəxş etdiyim sevgi və qayğını indi hazırladığım hər tortun üzərinə keçirməyə çalışıram. Bugün tort seçimi kifayət qədər genişdir. Bəs sizcə müştərilərin Xonçaya üstünlük verməsinin əsas səbəbi nədir? Düşünürəm ki, müştərilər Xonçanın keyfiyyətinə görə seçirlər. Burada hər məhsulun hazırlanmasına böyük diqqət və məsuliyyətlə yanaşılır. Tortlarımız ən müasir texnologiya, yüksək keyfiyyətli xam mallarla istehsal olunur. Bir təcrübəli əməkdaş kimi Xonça ailəsinə qoşulmaq istəyənlərə nə tövsiyə etmək istəyirsiniz? Xonça fabrikində çalışqan və öyrənməyə həvəsli insanlar üçün yaxşı iş imkanları var. Uğurlu karyeranızı burada qura bilərsiniz. Burada qazandığım təcrübə mənim peşəkar kimi formalaşmağımda böyük rol oynayıb. Nə yaxşı ki, mən də Xonçanı seçdim və nə yaxşı ki, zəhmətkeş əllərimizlə xalqımızın xidmətindəyik.